Məktəblilərin yay tətili başladı. İndi uşaqların sevdikləri əyləncələr üçün daha çox vaxtı var. Mən görək şəhərimizdə uşaqlar əylənmək üçün hara gedirlər? Bakıda, çünki Bakıda uşaqlar üçün əyləncəli yer çoxdur. Gəncədə istəyərdim ki, böyük karsellər olsun. Ona görə ki, biz televizorda baxırıq, onlar bizə maraqlı görünür. Biz istəyərdik ki, həmin karsellər bizim şəhərimizdə də olsun. Biz tez-tez gedib onlarda minək, onlarda əylənək, boş vaxtlarımızı orada keçirək. Mən istərdim ki, Gəncədə uşaq əyləncə mərkəzləri daha çox olsun. Çox təəssüf ki, belə yerlər azdır. Yoxdur vəbşə. Mən istəyərdim ki, Gəncə şəhərində uşaqlar oynamaq üçün yaxşı, gözəl parklar, karusellər, belə şeylər açılmağını istəyərdim. Yəni uşaqlar əylənməkdir. Şəhərimizdə mövcud olan atraksiyonlardan biri Yeni Gəncədə Heydər Əliyev parkında yerləşir. Bu fırınqaç mütəmmədi olaraq işləyir. Digəri isə şəhərin mərkəzində olan avtodromdur. Artıq bir neçə ildir ki, bu maşınlar təmir olunub və uşaqların istifadəsinə verilib. Lakin əhalisinin sayı 300 mindən artıq olan şəhərə belə atraksiyonların sayı az deyilmi? Bununla bağlı Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova belə dedi. Biz müraciət etdik Bakıya Mədəniyyət Nazirinə və bizə belə bir məlumat verdilər ki, siz hörmətli prezidentimizin bir fərmanı var. Dəniz kənarı parkı milli park elan edilib və orada olan atraksiyonlar nətər alınır, nətər də bu işlər qurulur. Biz öyrəndik ki, bu milli park statusu alandan sonra həmən atraksiyonlar köhnədən nə var, hamısını təmir etdilər. Əlavədən Bakı İcra Hakimiyyəti, yəni ki, bu işlərə təkan verir. Mina Məlikovanın dediyinə görə, Gəncədə belə bir planı həyata keçirmək üçün Mədəniyyət İdarəsində o maddi imkan yoxdur. Lakin buna baxmayaraq, uşaqların asudə vaxtının təşkil edilməsi üçün yeni işlər planlaşdırılıb. İndi iş iki istiqamətdə gedir. Biri, Mədəniyyət İdarəsinin özünün nə imkanı varsa, oradan parklara atraksiyonlar, əvvəlcə ucuz varilərini alaq, yəni gücümüz çatırımıza və şəxsi adamlar tapaq. Yəni, siz mən başa düşürsünüz ki, yəni, varlı pullu olan adamlar, onlarla, yəni biz onların imkanından istifadə edib, o atraksiyon yeri biz onlara verək, yəni parklarımızın sahələrini, bizlə müqavilə bağlasınlar, müəyyən faizi Mədəniyyət İdarəsi keçirsin, əmr almaq, onun istifadəsi zadı onların özünə baxsın. Hələlik isə az yaşlı uşaqlar əylənməkdən ötürü şəhərin müxtəlif yerlərində bu atraksiyonlara gəlmək məcburiyyətində qalıblar. Mədinə Niknəcət Vaqif İbrahim Xəlil Xəbər Plus.